Я иду в спортзал. Я каждый день хожу в спортзal. Niyə birində idu, birində xaju dedim? Zəhmət olmasa şərh bölməsində yazın. Və bu fe'llər gündəlik həyatımıza çox lazım olur. Kim Rusiyada yaşayır, rus dilli insanlarla oturub durursa bilir bunu. Və gündəlik həyatınızda bu fe'llər harda istifadə olunur, hansı cümlələrdə, tərcüməsi nədir, necə demək lazım bilmək istəyirsinizsə, onda mütləq şəkildə mənim ikinci kitabımı əldə edirsiniz və axşam, hər gün, axşam saat 12-də canlı yayıma gəlirsiniz və beləcə biliyinizi artırırsınız. Kursa getmədən, müəllim yanına getmədən, ay hansısa müəllimə kursa ödəniş etmədən. Tamamilə pulsuz. Sadəcə bir dənə kitabımı alırsınız, o da 10 manatdır. PDF variantındadır. Yəni mağazaya filan getməyə ehtiyac yoxdur. Dünyanın harasında yaşayırsınız, yaşayın. Hər yerdən əldə edə bilərsiniz. Nömrə aşağıda qeyd olunub.